Qədim zamanı idi. Dünya sanki qılıncın və imanın arasında nəfəs alırdı. O çağda bir uşaq doğuldu. Adı Muhammed Alp Arslan idi. Səlcuq ocağının nurlu alovu. Atası Çağrı bəy Böyük Səlcuq. Onların damarında türkün irsi, ruhunda isə haqqın nuru var idi. Uşaqlıq illərindən o rahatlıq görmədi. At belində böyüdü. Çadırda yatdı. Soyuq suda and içdi. Qılıncı əlində böyüdü. Amma qəlbi mərhəmət doluydu. Gənc yaşında dövlətin yükü çiyninə düşdü. Səlcuq torpaqları parçalanmaqdaydı. Amma o, türkün bayrağını yenidən ucaltdı. O, Xurasan, Mavərəü Nəhri, Cibalı, Farsı, Həmədanı birləşdirdi. Yalnız torpaq yox, xalqın qəlbini qazandı. Qarlı qış idi. Ani qalası. Bizansın ən möhkəm qalası. Divarları sanki göyə uzanırdı. Amma Alparslan dedi: İmanla dolu ürəkdən qorxun. Döyüşçülərinə Allahu Ekber. nidası ilə hücum əmri verdi. Daşlar uçdu. Qapılar qırıldı. Və Ani qalası İslam bayrağı altında diz vurdu. Bu təkcə bir qələbə deyildi. Bir çağın başlanğıcı idi. Sonra gəldi Məlazgirt döyüşü. Bizans imparatoru 4-cü Roman Diogenes on minlərlə zirehli əskərlə gəldi. Torpaq titrəyirdi. Alparslan ağ libasını geyindi. Şəhidlik nişanəsi. Səhabələrə baxıb dedi: Mən Çağrı bəy oğlu Alparslan ölməyə hazıram. Siz də elə olun ki, sabah dünya türkün adını unutmasın. Döyüş başladı. Toz qalxdı. Yer göy birləşdi. Bir anda sanki küləklər belə türkcə əsdi. Bir neçə saatdan sonra Bizans dinc vurdu. Alparslan onu öldürmədi. Çünki qələbə onun qılıncı deyil, ədalətində idi. Amma hər icrin taleyində bir yaralı səhvə var. Xurasan yürüyüşündə öz rəhm etdiyi əsir xəncərlə onu vurdu. Alparslan qan içində gülümsədi. Rəhmimlə yaşayan, qılıncımla öldürməzdim. Amma görün, rəhmimin əli də ölümdür. Bu sözlərdən sonra sukut gəldi. Sanki tarix özü baş əydi. O getdi, amma türkün alnında onun adı qaldı. Hər döyüşçünün alnında, hər qılıncın parıltısında onun ruhu yaşayır.